Hikmətli dəvət necə olmalıdır? Hikmətli dəvət ilk öncə gözəl sözlə olmalıdır. Yəni, insanlara gözəl söz söyləməlisən. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَقُولُ لِلنَّاسِ حُسْنًا İnsanlara gözəl söz söyləyin. Birinci müsəlman çalışmalıdır, gözəl söz söyləməlidir. Yəni, insanlarla elmi dildə danışmalıdır. Elmi dildə necə? Yəni, xurafatla, möhfumatla danışmamalıdır. Ayətlərlə, hədislərlə, Allahın buyurduqlarını insanlara söyləməlidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin səhih hədislərini insanlara söyləməlidir. Yəni, elmlə insanları dəvət eləməlidir və sonra isə dəvət olunan şəxsin halına baxılmalıdır. Bu dəvət olunan şəxs necə insandır? Bəlkə o şəxs, belə deyək, savadsız bir insandır. Ona öz, belə deyək, anladığı tərzdə İslamı başa salmaq lazımdır. Ola bilsin, insan dəvət olunan şəxs çox savadlı insandır, hansısa bir peşənin mütəxəssisidir. O peşədən biraz anlayışın olmalıdır ki, o şəxsin, belə deyək, suallarına gözəl şəkildə cavab verə biləsən. Yəni, insan çalışmalıdır ilk növbədə, yəni, gözəl sözlə insanları dəvət eləməlidir. Sonra elmlə insanları dəvət eləməlidir. Sonra səbirli olmalıdır. Yəni, səbirli olmalısan, vüqarlı olmalısan. Ola bilsin ki, dəvət etdiyin şəxslər, belə deyək, sənin dəvətini bəyənməsinlər, səndən xoşları gəlməsinlər, səni tənqid eləsinlər və yaxud təhqir eləsinlər və sən dəvətçi olduğun üçün səbirli olmalısan və möhkəm olmalısan və belə halda inşallah dəvətində uğurlu olarsan.